Salam doktor, salam. Necəsiz? Hərəm Əhməd sizlə danışmışdım. Diyetoloq arıqlamaq barəsində doktor. Salam, salam. Bəli, xatırladım sizi. Kesin əyləşin, zəhmət olmasa. Çox sağ olun doktor, Allah razı olsun. Ay doktor, köhlü çıxır axırıma. Problem yoxdur Təhməz bəy. Mən sizə proqram tətbiq edəcəm. Onları istifadə edəcəksiniz. Nəsə bir şey yaz, arıqlaya bilmirəm, saxlaya bilmirəm. Reseptdən zaddan biraz düzəlim. Deməli, səhər yuxudan duran kimi 1 stəkan ilıq su, içərisində 1 xörək qaşığı alma sirkəsi əlavə edib içirsiniz. Günorta saat 12-1 arası üçün yarım poz şorba, 2 dilim qara çörək, saat 4 və 5 arası qaynadılmış tərəvəz, axşam yatmadan öncə isə 1 stəkan qatıq, içərisinə kətran toxumu əlavə edib istifadə edəcəksiniz. Deməli, mən hamısını bura qeyd eləmişəm. Bunları istifadə edəcəksiniz. İnşallah ay yarımı, 2 ay biz nəticə əldə edəcəyik. Şu doktor, əla başa düşdüm. Allah başa necə demişsiniz, hələ də eləyəcəm, narahat olmayın. İnşallah. Yadımdan çıxdı, doktor, sizdən soruşum. Bunları yeməkdən qabaq eləməliyəm, yoxsa yeməkdən sonra? Mən ölərəm, yemək yeməkəm acından. Nə? Yemək? Yerə, yer. Yazıqlarına əməl elə, get.